Xoş gördük İnkişafdasan izləyiciləri. Bugün yenə işgüzar mühitin çox maraqlı bir mövzusunu müzakirə edirik. Gəlin öncə razılaşaq ki, idarə etmə təkcə qərar vermək deyil, o həm də insanlarla işləmək, onları anlamaq, onların potensialını müəyyən edib buna uyğun onları inkişaf etdirmək sənətidir. Çünki indi liderlik təkcə texniki bacarıqlarla və analitik düşüncə ilə ölçülmür. İndi liderlər elə emosional zəkanı özlərinə alət etmiş insanlardılar. Bəs emosional zəka nədir? Ümumiyyətlə idarə etmədə o hansı funksiyanı daşıyır? Böhran zamanında, stres altında, hər hansı bir dəyişiklik qarşısında emosional zəka nəyə yarayır? Ümumiyyətlə bu zəka gücdürmü, yoxsa zəiflikdirmi? Gəlin bu sualları qonaqlarımızla birgə müzakirə edək. Qonaqlarımız yazıcı, biznes coach və təlimçi İlkin Əzimli, həmçinin well-being üzrə ekspert və peşəkar coach xanım Şabanovadır. Xoş gəlmisiniz. İlk sualım yenə emosional zəka nədir? Bu sual olacaq. Çünki sözün daxilində bir emosiya sözü var və biz düşünürük ki, emosional zəka odur ki, bu mütləq emosiyalara aiddir. Ya özümüz emosiyalarımızı idarə etməliyik, əgər emosional zəkamız güclüdürsə, ya da digərlərinin emosiyalarını anlamalıyıq. Budurmu emosional zəka, yoxsa hansısa xüsusi bir bacarıqdır? Emosional zəka, doğru buyurdunuz, sahib olduğumuz duyğuları anlamaq, fərqinə varmaq və onları düzgün istiqamətləndirmək bacarığıdır. Amma sadəcə özümüzə aid duyğular deyil. Yəni, əhatələndiyimiz insanların, içində olduğumuz cəmiyyətin duyğularını anlamaq və düzgün istiqamətləndirmək bacarığıdır. Bu, emosional intellektin klassik tərifidir. Amma qısa yoldan anlamağa çalışsaq, içində olduğumuz cəmiyyət içərisindəki bizim davranışlarımızdır, sosial bacarıqlarımızdır. Yəni, bunların toplusuna biz emosional intellekt deyə bilərik. Bəli, mənim dediklərilə çox razıyam. Siz doğru vurğuladınız ki, sözün içərisində emosiya sözü var. Ona görə bəzən cəmiyyətdə, xüsusilə də son zamanlarda bu emosional olmaq kimi də başa düşülür. Yəni, emosional zəka daha yumşaq xarakterli olmaq, məsələlərə emosional reaksiya vermək kimi də başa düşülür. Əslində, emosional olmaqdan ziyadə müəllimin də vurğuladığı kimi o emosiyaların, duyğuların fərqində olmaq, onların bizə olan təsirlərini tarazlaya bilmək, qarşımızdakı insanı başa düşmək, onun duyğularını anlamaq və yaxşı münasibətlər qurmaq kimi anlaşılmalıdır. Bəs emosional zəka yalnız fərdi deyil də, korporativ mühitdə də özünü göstərir. Əgər bir lider, bir idarəçi, bir emosional zəkaya sahibdirsə, bu həmin onun çalışdığı korporativin, qurumun, korporativ mədəniyyətinə sirayət edir, öz təsirini göstərir, ya necə? Ümumiyyətlə, hər bir cəmiyyətin, kiçik cəmiyyət ola bilər, böyük cəmiyyət ola bilər, özünün emosional iqlimi var. Hər bir kollektivin də oradakı fərdlərin davranışlarından, duyğularından yaranan bir emosional iqlimi var. Və bu iqlimə təsir edən ən böyük faktorlardan biri rəhbər faktorudur. Vaxtilə gözəl bir söz oxumuşdum. Deyir ki, kollektiv öz rəhbərinə oxşayar. Həqiqətən, kollektivin üzərində rəhbərin bu şəkildə təsiri böyükdür. Onun kollektivlə ünsiyyəti, kollektivə münasibəti və kollektivin formalaşmasında da rəhbərin öz duyğularına necə sahib çıxması, özünü necə ələ alması, insanlarla necə ünsiyyət qurması həm onların inkişafına təsir eləyir, həm də ki, dediyim kimi, oradakı emosional iqlimin gedişatına. Elçin müəllim vurğuladı ki, bir rəhbər əgər emosional zəkaya sahibdirsə, bu təbii ki, korporativ mühitdə öz təsirini göstərir. Və bu təsirin davamlı və sistemli olması üçün nə etmək lazımdır sizcə? Ümumiyyətlə, rəhbərin emosional zəka səviyyəsi bir təşkilatın rifah indeksini müəyyən edir. Bu çox önəmlidir. Rəhbər nə qədər yüksək emosional zəkaya sahibdirsə, orada işçilərin, belə deyək, emosional zəka səviyyəsi daha yüksək olur. Orada psixoloji təhlükəsiz mühit formalaşdırmaq olur. Ümumiyyətlə, Harvard Business Review-nun çox maraqlı bir məqaləsində belə bir məqalə oxumuşdum. Orada qeyd edirdi ki, emosional zəkası aşağı olan rəhbərlərin, liderlərin idarə etdiyi təşkilatlarda işçilərin o burnout sindromu dediyimiz tükənmişlik sindromu yaşama ehtimalı 50% çox olur. Bizi izləyən izləyicilərə demək istəyirəm ki, əgər hazırda burnout sindromu yaşayanlar varsa və yaxud da ki, yaxın keçmişdə belə bir təcrübələri olubsa, bir də o perspektivdən baxa bilərlər ki, hansı liderlərlə işləyiblər, bu onların iş həyatına, şəxsi həyatına necə sirayət edib.
Liderin emosional zəkası nə qədər yüksək olarsa, təbii ki, o mühit, dinamika o qədər yüksək olur. Bunu qoruyub saxlamaq əsasən liderin belə deyək, əsas işidir. Bunun üçün təhlükəsiz bir mühit formalaşmalıdır. Yaxşı ünsiyyət qurmaq, işçilərin duyğularını başa düşmək, o empatiya, belə deyək, bacarığının istifadə olunması, onlarla yaxşı ünsiyyət qurmaq, davamlı olaraq konstruktiv rəy vermək, o feedback mədəniyyətinin formalaşması və ən önəmlisi işçiləri dinləmək. Yəni qulaq asmaq yox, sadəcə həqiqətən dinləmək, o deyilən sözlərin arxasında əslində hansı duyğuların yatdığını başa düşüb ona uyğun kommunikasiyanı qurmaq bunu davamlı edir. Burnout dediniz, burnout emosional tükənmə deyirik də biz ona düzdür işgüzar mühitdə. Demək siz deyirsiniz ki, həmin o tükənmə rəhbərdən də asılı ola bilər. Bəli. Mütləq mi rəhbərdən asılıdır, yoxsa bəzən rəhbərdən asılıdır? Belə deyək, bu işlədiyimiz təşkilatdakı rifahdan asılıdır. Təbii ki, bu rifahın təmin edən əsas faktorlardan biri təşkilatda rəhbərlik edən şəxsdir. Çünki birbaşa yuxarıdan aşağı bu sirayət eləyir. Yəni nə qədər təşkilatda o rifah səviyyəsi yüksək olarsa, bu well-being dediyimiz məhz budur. Rifah nə qədər yüksək olarsa, insanlar nə qədər özlərini təhlükəsiz mühitdə hiss edərlərsə, təbii ki, bu onların iş həyatına, məhsuldarlığına bir o qədər də təsir göstərir. Biz maraqlı fikirlərdə əslində, amma biz öncəki verilişlərdə işgüzar mühitdə başqa məsələləri müzakirə edərkən bəzən sərt davranmaq da lazımdır. Hətta bürokratiyanı da müzakirə edirdik. Bəzən elə qurumlar var, elə iş yerləri var ki, orada bunun olması vacib olur deyirik. Gəlin indi belə baxaq. Emosional zəka ilə rasionallıq bir-birinə ziddirmi, yoxsa onlar bir-birini tamamlayırlar? Ümumiyyətlə, strateji qərar verərkən rəhbər bunların balansını necə qorumalıdır? Ümumiyyətlə, sərtlik və yumşaqlıq məsələsinə gələndə liderin əlində tək bir alət olmalı deyil. Əgər sadəcə yumşaqlıqla, xoş niyyətlə idarə eləməyə çalışsa, kollektivdə müəyyən fəsadlar ola bilər. Çünki bu dili anlamayan və bu dili sui-istifadə edən insanlar mütləq olacaq. Xanım Harvard Business Review-dan bir nümunə gətirdi. İkinci nümunəni də mən gətirim. 2002-ci ildə emosional intellekt mövzusunun yaradıcılarından olan Daniel Goleman'ın orada bir araşdırması yayınlanmışdı. Və o iş həyatında 6 liderlik tərzindən bəhs edirdi və deyirdi ki, iş həyatında rəhbərlər uğurlu olmaq istəyirsə, 6 fərqli tərzi özlərinə alət kimi istifadə eləməlidirlər və bunu bir golf oyununa bənzədirdi. Harvard Business Review. Golf oyunda 14 çubuq var və hər çubuğun özünün rəqəmləri var və tək bir çubuqla golf oyununu siz bitirə bilməzsiniz. Və Harvard Business Review da deyir ki, iş həyatında sizin fərqli tərzləriniz olmalıdır. Demokratik tərzin yanında mütləq arxa planda sizin bir avtokrat çubuğunuz olmalıdır, sərtlik çubuğunuz olmalıdır ki, şərtlər bəzən fərqli olur. Hər zaman gül-gülistanlıq olmur iş yerində. Deyək ki, çətin anlar ola bilər, krizis anlar ola bilər, çox ağır layihələr ola bilər. Siz orada biraz daha sərtliyinizi ortaya qoya bilərsiniz. Amma əlinizdəki tək alət yenə də sərtlik olmalı deyil. Siz bunu ehtiyac olanda istifadə eləməlisiniz. İndi rasionallıq və emosionallıq məsələsinə gəlincə, bunların arasında balans çox vacibdir. Rasional məntiq nədir? Yəni bizlər bütün şərtləri, bütün məqamları araşdırırıq və daha məntiqli bir qərar ortaya qoymağa çalışırıq. Amma bəzən olur ki, bir söz var, bütün yollar Romaya gedir. Yollar Romaya gedə bilər, amma biz duyğusal olaraq Roma ilə bir bağlılığımız yoxdursa, Romaya getmək istəməyə bilərik. Deyək ki, bizlər tamamilə fərqli bir istiqamətə arzu edirik. Veriləcək qərarla bizim aramızda bir emosional bağlılıq varmı? Həqiqətən istək varmı? Motivasiya varmı? Bu çox önəmlidir. Yəni, rasionallıq və emosionallıq əl-ələ tutub gedən bir məfhumdur. Hər ikisini də balansda saxlamaq çox önəmlidir. Uzaq keçmişdə də əslində bu emosional intellekt mövzusu hər nə qədər Qərb universitetlərinin düşüncə laboratoriyasında ortaya çıxsa da, çox keçmişlərdə bilinən bir mövzuydu. Vaxtilə istifadə olunan Helm adında bir söz var idi. İnsanları qiymətləndirəndə deyirdilər ki, filan kəsin elmi də var, helmi də var. Hətta bunu deyirdilər ki, helmi olmayanın elmi yarımçıqdır. Helm nədir?
gözəl xasiyyət, gözəl davranış, insanlarla düzgün ünsiyyət, insanları anlama bacarığı, insanlara şans vermə bacarığı. Azərbaycan sözüdür. Xeyr, ərəb mənşəli bir sözdür, amma ona bənzər bir söz həlim sözü var bizdə. Mən onu deyəcəydim. Həlim xarakterlidir. Bəli, yumşaq xasiyyətli bir insan. Yəni məntiqə sahib ola bilərik. Ancaq bizim o məntiqi düzgün şəkildə idarə eləyəcək bir xasiyyətimiz, xarakterimiz olmalıdır. Ona görə deyirdilər ki, atalar sözümüzdə var, hər oxuyan Molla Pənah Vaqif olmaz. Yəni bizim məntiqimiz və elmimiz ola bilər, amma onu daşıyacaq bir xarakterimiz, xasiyyətimiz, bir helmimiz də olmalıdır. Biraz da neuroscience, yəni beyin elmi perspektivindən yanaşmaq istərdim. Həqiqətən də müəllim qeyd elədiyi kimi beyində iki mərkəz, məsələn, rasionallığı idarə edən və bizim emosional zəkamızı, yaradıcılığı idarə edən mərkəzlər var. Bunlar ayrı-ayrı mərkəzlərdir, amma onlar bir-biri ilə sinerji şəklində işləyirlər. Ayrı-ayrılıqda var ola bilmir. Onlar hər ikisi işləyəndə, birlikdə belə deyək də, əməkdaşlıq eləyəndə belə deyək, daha biz doğru qərarlar verə bilirik, duyğularımızı daha yaxşı idarə eləyə bilirik və hansı situasiyada necə davranmalı gərəkdiyimizi bilirik. Çünki biz sadəcə rasionallığa fokuslananda ola bilər ki, biz yaxşı təhlil edərik, yaxşı analiz eləyərik, doğru qərarlar verə bilərik, amma verdiyimiz qərarlar bizim iş mühitinə necə təsir göstəriləcək, bu işçilər bundan necə təsirlənəcək, cəmiyyətə hansı təsirlər sirayət eləyəcək. Yəni bunları ölçmək üçün mütləq emosional zəkanı, yəni rasionallıq birgə fəaliyyət göstərməlidir. Bir də bayaq vurğuladınız ki, işdə bəzən sərt olmağa ehtiyac olur, bəs bu zaman necə davranmaq lazımdır? Burada xüsusilə diqqət çəkməli olduğumuz məqam bizim hansı nəslin nümayəndələri ilə işlədiyimizdir. Çox önəmli məqamdır. Bəli, hazırda və növbəti 10 il müddətində Gen Z, yəni Z nəslinin nümayəndələri əmək bazarının əsasını təşkil etdikcə biz öz idarə etməmizdə, işçilərlə olan münasibətdə biz də əsaslı dəyişikliklər eləməyə məcbur qalacağıq. Çünki onların gözləntiləri 30 il öncə, 50 il öncə işlədiyimiz hədəf kütlənin gözləntilərindən üst-üstə düşmür. Ona görə emosional zəkanın önəmi get-gedə daha çox artmağa başlayır. Təşəkkür edirəm. Amma bir məsələ var. Baxın, əgər rəhbər tutalım ki, emosional zəkaya sahibdir. Biz dedik ki, bəzən emosional zəka sahib olan rəhbər duyğularla da idarə edir, amma bəzən də rasionallıqdan istifadə etməlidir. Bu, siz müxtəlif situasiyalarda belə olur. Həmin vaxtda o bilməlidir ki, artıq necə davranmalıdır. Amma bəzən stres altında olanda sanki düşünməyə vaxt qalmır. Və yaxud ya böhran zamanıdır, ya stres altındadır. Bu zaman emosional zəkaya sahib rəhbər necə davranır? Onun fərqi digər rəhbərlərdən nədir? Və ümumiyyətlə bu hisslər, bu idarə etmə ona mane olmur ki, qərar verməyə? Ümumiyyətlə qərar verərkən, məsələn dediyiniz kimi hər hansı bir böhran vaxtı, stres zamanı bizim limbik sistemimiz aktivləşir. Yəni beynin arxasında çox balaca, badam qədər ölçüsündə amigdala dediyimiz ibtidai beyin var, hansı ki o bizim survival mexanizmamızdır. Yəni həyatda sağ qalmağımızı o təmin edir. Yəni biz ani qərar verərkən bizim bunu düşünməyə, təhlil eləməyə vaxtımız olmur. Biz dərhal o sistem aktivləşir, o dayan qaç mexanizması işləməyə başlayır və biz oradan qərar veririk. Və bu qərarlar rasional qərar deyil. Yəni bizim təhlil etməyə, doğru qərarın hansı olduğunu düşünməyə vaxtımız qalmır. Emosional zəkanın önəmi burada ortaya çıxır ki, biz bunun fərqində olub duyğuların bizə olan təsirini bir növ balansda saxlamağa çalışmalıyıq. Çünki stres anında verəcəyimiz qərar doğru qərar olmaya bilər. Yəni biz bir növ o limbik sistemin dozasını şkalada azaldıb bizim qərar vermə mexanizmamızın işə düşməsinə şərait yaratmalıyıq. O da yəni prefrontal korteksə baş verir. Ora hətta beynin CEO-su da deyirlər. Yəni o qərarlar, təhlillər, analizlər, onlar hamısı beynin ön hissəsində baş verir. Yəni biz bir növ o duyğuların fərqində olaraq, həm öz duyğularımızın, həm də qarşımızdakı insanın duyğularının fərqində olaraq o doğru kommunikasiyanı quraraq, sanki oranın şkalasını aşağı salırıq, daha doğru qərar vermə müstəvisinə keçid edə bilirik. Ona görə stres zamanında mən xüsusilə də bura
well-being-də, yəni bizim rifahımızın təmin olunması üçün bu fəlsəfədə buna necə yanaşılır, ona diqqət çəkmək istərdim ki, bununla bağlı çox tətbiq olunan xüsusi texnikalar var ki, bu texnikalar stres anında və davamlı olaraq gündəlik həyatımızda tətbiq olunanda biz o mənfi təsirləri azalda bilirik. Ümumiyyətlə, illər öncə Amerika ordusunda belə bir tədqiqat aparma ehtiyacı yaranıb ki, xüsusilə də qırıcı təyyarələri idarə edən hansı hərbiçilər ki, bir anda qərar verməlidirlər. Nə etmək olar ki, bu insanlar o stresli vəziyyətdə bu vəziyyəti daha yaxşı idarə edə bilsinlər. Bununla bağlı bir MIT-yə tədqiqat aparılıb müddət ərzində və belə nəticəyə gəliblər ki, bu əgər biz stres anında bir anda bir qərar vermə ehtiyacımız varsa, o anda stresin idarə olunması, o amigdaladan gələn reaksiyanın dozasını azaltmaq və qərar vermə mexanizmini aktivləşdirməni daha qısaltmaq üçün nə etmək olar? Bunu hər gün həyatımıza nəfəs texnikalarını tətbiq eləməklə mümkündür. Yəni xüsusi nəfəs texnikaları var ki, onlar bizdə bir növ vərdiş formalaşdırır ki, biz stresli vəziyyətlərdə özümüzü daha rahat idarə edə bilirik, duyğuların fərqindəliyimiz artır və təbii ki, o koçluqda ən çox öyrəndiyimiz və sevdiyim odur ki, hər şeyin təməlində fərqindəlik dayanır. Yəni fərqində olduqdan sonra artıq onun sənə olan reaksiyasının təsirini bilirsən və onu müəyyən qədər idarə etmə iqtidarında ola bilirsən. Amma fərqində olmadığın heç bir şeyi dəyişmə və idarə etmək demək olar ki, mümkün deyil. Məhz o rifahı təmin eləmək üçün o stres vəziyyətində stresli vəziyyəti idarə etmək özünə və digər insanlara, komandana, cəmiyyətə, ümumiyyətlə dünyaya olan təsirini azaltmaq üçün məhz o xüsusi texnikalar var ki, təbii ki, bir dəfə tətbiq eləməklə olmur. Ən azından 2 ay, 3 ay müddətində davamlı şəkildə tətbiq olunmalıdır ki, ondan sonra biz artıq onun təsirini görməyə başlayaq. Və bu tədqiqatın nəticəsi olaraq bu artıq tətbiq olunmağa başlayıb. Həqiqətən də öz təsdiqini tapıb ki, belə deyək, bunu minimum 6 ay tətbiq edən insanlarla tətbiq etməyən insanların qərar vermə anında onların duyğuları idarə etmə potensialı digər qrupdan qat-qat üstün olub. Eşiməm, sizdən ümumiyyətlə təcrübədə belə bir şeylə rastlaşmısınız ki, hansısa bir stres vəziyyətində və yaxud böhran zamanı emosional zəka mane olub qərar verməyə? Ümumiyyətlə, iki cür davranış forması var. Biri reaktiv davranış, ikinci proaktiv. Reaktiv nədir? Xanımın da söylədiyi kimi biz özümüzün fərqində deyilik və hər hansı bir hadisə bizə diskomfort yaradan, bizə narahatlıq yaradan, yad bir hadisə qarşısında biz düzgün olmayan reaksiyalar ortaya qoyuruq. Yəni, burada duyğular bizi idarə edir. Amma biz biraz özümüzü araşdırsaq, özümüzü anlamağa və tanımağa çalışsaq, bizə təsir edən triggerləri tanımağa çalışsaq, o zaman daha proaktiv davranma şansımız əldə olunur. Misal üçün, hansı cəmiyyətdə və ya hansı vəziyyətlərdə biz özümüzdən çıxa bilərik, hansı sözlər, hansı münasibətlər, hansı baxışlar, davranışlar bizə toxunur, təsir eləyir, əsəbləşdirir və bu mühitlərə də olduğumuz zamanı artıq əgər o triggerlərin üzərimizdə təsirini hiss elədiyimiz zaman biz buna coachingdə parking deyirik. Bəlkə də o qərarı vermək üçün bir neçə saniyə deyək ki, biz fasilə verə bilərik. O anda qərar vermək deyil, bir bəhanə ilə onu ləngitmək olar. Misal üçün, çox vacib bir zəng etməliyəm, su içmək istəyirəm, hava içmək istəyirəm və bənzər bir fərqli bir ehtiyacım var, bunu etməliyəm. Olar bunu 3 dəqiqə sonra, 2 dəqiqə sonra, yarım saat sonra müzakirə eləyək və geri qayıdıb o mövzuya, yenidən müzakirəyə gələndə mövzuya qarşı bizim əsəbimiz, qəzəbimiz, o negativ reaksiyamız artıq yumşalır. Yenə də ola bilər ki, bizdə xoşa gəlməz bir təəssürat var o hadisə ilə əlaqədar, amma əvvəlki intensivlikdə olmayacaq. Yəni, reaktiv və proaktiv məsələsinə diqqət etmək lazımdır. İkinci, necə mane ola bilər emosional intellekt? Əlbəttə ki, biz qərar verərkən həm məntiqimizi, həm də ki, duyğularımızı hesaba qatmalıyıq
hər ikisini necəsə çox sürətli millisaniyələrdə birləşdirməliyik. Bu emosional zəka mövzusunu yaradıcılarından Daniel Goleman'ın çox maraqlı bir fikri var. O deyir, bizim iki beynimiz var. Biri düşünür, digəri isə hiss eləyir. Bəzən hissiyatımız bizə nəyin doğru olduğunu söyləyə bilər. Buna da qulaq asmaq lazımdır, amma yenə də tək hissiyata bağlanaraq biz qərar versək və mövcud şərtləri, deyək ki, məntiqi şərtləri kənara qoysaq, o zaman düzgün olmaz. Və ya tam tərsinə, məntiqi şərtləri biz hesaba qata bilərik, amma duyğuları göz ardı eləsək, yenə də düzgün olmaz. Yəni, bu çox sürətli şəkildə verilə biləcək qərardır. Bunun üçün bizim dəqiqələrimiz, saatlarımız, günlərimiz yoxdur. Çünki biz bir anda reaksiya veririk. O milli saniyələrdə biz necəsə proaktiv şəkildə bunları bir araya gətirməyə bacarmalıyıq. Görürük də bizim işgüzar mühitdə, ətrafımızdakı insanlarda da bəzən elə birdən qərar verən, anında nəyəsə bir reaksiya verən insanları emosional adlandırırıq. Ki, çox emosional davranırsınız. Məsələn, gəlin biraz sakitləşin, sonra buna reaksiya verin. Ümumiyyətlə, çox vacib bir məqamdır. Liderlərdə daha çox, idarə edənlərdə daha çox o emosiyaların idarə edilməsi. Bu, yumuşaq bacarıqlardır, düzdür. Amma bir də idarə etmədə sərt bacarıqlar var, texniki bacarıqlar var. Sizcə bir lider emosional zəkaya, yəni yumuşaq bacarıqlara daha çox sahibi olmalıdır, yoxsa texniki bacarıqlar? Bunların arasında bir sinerji varmı və sizcə hansı dominant olmalıdır, burada daha güclü olmalıdır? Yaşadığımız dövrün adı 4-cü sənaye inqilabı adlanır və bu dövrün çox spesifik tələbləri var. Bu tələbləri öyrənmək üçün Dünya İqtisad Forumunun, Forbes-un, LinkedIn-in illik raportlarına və tövsiyələrinə müraciət edə bilərik. Və bu, onların tövsiyələrində də iki yerə bölünür. Texniki bacarıqlar və yumuşaq bacarıqlar. İndi biz informasiya çağında yaşayırıq və bu informasiya həndəsi silsilə ilə güclənir, artır və ona ehtiyac günü-gündən yüksəlir. Əlbəttə ki, bu dövrdə texniki ehtiyaclar çox vacibdir. Bunlara sahib olmadan biz nəinki iş yerlərində, yəni şəxsi həyatımızda da uğur qazana bilmərik. Ən azından əlimizdəki cihazları necə idarə eləməyi öyrənməliyik. Bunlar hamısı texniki bacarıqlardır. Əlbəttə ki, iş yerində də bizdən gözləntilər var, iş öhdəliklərimiz var. Bunları mütləq özümüzdə gücləndirməliyik. Amma tək başına bunlar kafi deyil. Bizlər cəmiyyət içərisindəyik, düşünən, duyan insanların içərisindəyik, duyğuların içərisindəyik və bunları idarə eləmək üçün də yumuşaq bacarıqlar çox vacibdir. Biz kənardakı insanları dinləyə bilmiriksə, onlara anlayışla yanaşa bilmiriksə, deyək ki, onlara qayğı göstərə bilmiriksə, şəfqət göstərə bilmiriksə, yəni bildiyimiz, öyrəndiyimiz bütün o texniki bacarıqların iş yerində çox faydası olmayacaq. Amma burada ən vacib məsələ bütün bunları biraz da özümüzə də tətbiq eləməyə bacarmalıyıq. Xanım çox gözəl bir məqama toxundu, rifah məsələsi. Mən şəxsən düşünürəm ki, insanların davranışındakı o negativliklər insanların daxili dünyası ilə əlaqədardır. Yəni biz bir anda əsəbləşib reaksiya vermirik. Ola bilər ki, bu bizim daha əvvəldən toplanıb içimizdə dolan o negativliklərin necəsə hansısa bir insan üzərində və hadisə üzərində ortaya çıxmasıdır. Bunun üçün nə etməliyik? Yəni başqa insanlara tətbiq edəcəyimiz o yumuşaq bacarıqları birinci özümüzdən başlamalıyıq. Əgər başqalarına empatiyana yanaşmaq istəyiriksə, birinci özümüzə anlayışla yanaşmağı öyrənməliyik. Əgər başqalarına qulaq asmaqdan danışırıqsa, birinci içimizdəki səsi eşitməyə bacarmalıyıq. Əgər başqalarına deyək ki, hörmətlə, sayğı ilə, sevgi ilə yanaşmalıyıqsa, içimizdəki insana da bir qayğı ilə yanaşmağı bacarmalıyıq. İçimizdəki problemləri həll eləmədən, içimizdəki o negativ enerjinin azaltmadan biz onu kənara idarə eləmək çox çətindir. Birinci özümüzdən başlamalıyıq. Yəni, indi mən baxıram, günün tələbidir, insanlar gedirlər, oxuyurlar, sertifikatlar alırlar, texniki bacarıqları yiyələnirlər. Bu çox önəmlidir, möhtəşəmdir. Amma bunun yanında biraz da özümüzə vaxt ayırmalıyıq. Sakitləşməyə, o rifah səviyyəmizi yüksəltməyə, mənəvi olaraq, ruhani olaraq da güclənməyə mütləq və mütləq zaman ayırmalıyıq. Bəs sizcə
Texniki bacarıqlarla biz sərt bacarıqlarla yumşaq bacarıqların arasındakı sinerjidən danışdıq. Sizcə bu sərt bacarıqlar yumşaq bacarıqları tələb edirmi? Yəni deyək ki, texniki bacarıqlar emosional zəka da tələb edirmi hər hansı bir prosesdə? Ümumiyyətlə texniki və yumşaq, yəni bu soft, hard olaraq böldüyümüz bu iki bacarıqlar, bunlar bir-birinə rəqib deyillər. Yəni EQ mu, IQ mu desək, yəni bunların içərisində bir seçim eləməli deyilik. Bunlar sanki bir komandadırlar, bir yerdə olmalıdır. Yumşaq bacarıqlar, eyni zamanda texniki bacarıqlar. Uzun illər öncə, deməli Amerikada orduya götürərkən insanların IQ testi edib götürürlərmiş. Baxırlarmış ki, IQ səviyyələri hansıdır, nə səviyyədədir. Sonra illər keçdikcə görüblər ki, IQ səviyyəsi yüksək olan insanlar onların gözləntilərini doğrultmayıb. Yəni kifayət qədər yüksək IQ səviyyəsi var. Onlardan gözlədikləri performansın altında, belə deyək, fəaliyyət göstərirlər. Bu artıq belə deyək, emosional zəkanın ehtiyaclılığı, onun hansı boşluqları doldurması bir daha üzə çıxmağa başlayıb. Ona görə bunlar ikisi bir yerdə, vəhdətdə olanda biz daha effektiv, daha məhsuldar ola bilirik. Təbii ki, dövrün tələbləri var ki, bizə hansı texniki bacarıqlar lazımdır. Biz bir şeyi çox yaxşı bilə bilərik nəzər olaraq, amma bunu ötürməyimiz, başqa insanlara izah eləməyimiz, komanda ilə ünsiyyət qurmağımız, bunun üçün bizə mütləq şəkildə emosional bacarıqlar lazımdır. Hətta bu yaxınlarda bir intervyunu dinləyirdim. Orada bildirirdi ki, yəni süni zəka inkişaf elədikcə texniki bacarıqları əsaslı şəkildə əvəz eləmək imkanları yaranır. Amma süni zəka nə qədər inkişaf eləsə də bizim duyğularımızı, emosional zəkamızı, yəni yumşaq bacarıqları əvəz eləmək hələ ki çətin görsənir. Yəni nə qədər texniki bacarıqlar artsa da, nə qədər robotlar həyatımızda olsa da, hansı ki bugün də həyatımızdadır, amma onları idarə edən insan olduğu üçün, insan da emosional varlıq olduğu üçün, duyğulara sahib olduğu üçün mütləq şəkildə o emosional zəkanın get-gedə daha önəmli olması özünü göstərir. Məsələn, bu il deməli Dünya İqtisadi Forumunun paylaşdığı hesabatda da top 10 yumşaq bacarıqların arasında emosional zəka da var. Sizcə biz emosional komanda qura bilərikmi? Bunun üçün hansısa bir mərhələləri keçməliyik, nəsə lazımdırmı bunun üçün bizə? Emosional intellektə sahib olmaq, emosional olmaq mənasına gəlmir. Yəni emosional zəkası yüksək insan həddindən artıq qayğıkeş, mərhəmətli, hər zaman gülərüz, hər zaman yaxşı niyyətli bir insan tam demək deyil. Əlbəttə ki, bunlar emosional zəkası yüksək insanın göstəriciləridir. Amma biz bunu kimə, harada və hansı səviyyədə göstərməyi bacarmalıyıq. Emosional intellektə yeri gələndə sərtlik də ola bilər, emosional intellektə yeri gələndə digər bugün mənfi adlandırdığımız duyğular da işin içərisinə girə bilər. Əslində mənfi duyğu anlayışı yoxdur emosional intellektdə. Bütün duyğular müsbətdir. Ən bəyənmədiyimiz duyğuların belə insanın həyatında çox önəmli missiyası var, faydaları var. Sadəcə onları düzgün istifadə eləməyəndə, ifrata varanda onlar mənfi davranışlara aparır. Birinci bunu tam burada bir razılığa gəlməliyik. Emosional intellekt bütün duyğuları düzgün şəkildə, ustalıqla istifadə eləmək bacarığıdır. Bugün negativ adlandırdığımız hansısa bəyənmədiyimiz duyğu da ola bilər. Qəzəb də ola bilər, qısqanclıq da ola bilər, nifrət də ola bilər. Əgər bu duyğular bizə verilibsə, hamısı istifadə olunmalıdır. Yəni bunlar bizim təbiətimizin parçasıdır və bizim gözə görünməyən orqanlarımızdır. Və kollektivdə bunu necə biz təmin eləyə bilərik? Kollektivdə olan insanlar hər birisi fərqli yerlərdən gələn insanlardır. Fərqli tərbiyələr alıblar, fərqli təhsillərə, fərqli dünya görüşünə, dəyərlərə sahibdir. Mən təlimlərimdə bağban tərzli ünsiyyəti həmişə tövsiyə eləyirəm. Nə deməkdir bu? Bir gözəl bağça düşünün. Orada fərqli coğrafiyalardan gələn və fərqli ehtiyacları olan bitkilər var, ağaclar var. Və yaxşı bağbanın xüsusiyyəti odur ki, hər bir bitkinin dilini bilir və o bitkinin ehtiyacına görə ona münasibət göstərir. O qədər su verir, günəş verir və ya ona kölgə verir. Və əgər o tək bir tərzlə davam eləsə, yəni əlinə bir su qabı alıb bütün bağçanı sulasa,
bağçaya faydalı olmaya bilər bütün bağçaya. Çünki bəzi güllər, bitkilər Çox suyu sevmir, sevmir. çox günəş sevmir. Eynən. İndi bizim cəmiyyətdə də, bizim kollektivlərdə də, yəni bütün fərdlər eyni deyil. Biz onlarla ünsiyyətə girərkən hər birinin fərdi xüsusiyyətlərinə diqqət eləməliyik. Necə ki, bağban öz bağçasındakı bitkilərə fərdi yanaşır, biz də o fərdi yanaşmayı ortaya qoymalıyıq. Əlbəttə, bizim şəxsi davranışlarımız, yaxşı niyyətimiz, gözəl xasiyyətimiz o kollektivi formalaşdırmağa çox təsir eləyir. Hər şey bizlə başlayır. Amma hər kəsdən şən olmağı gözləmək düzgün olmaz. Hər kəsdən eyni səviyyədə, deyək ki, işgüzar olmağı gözləmək olmaz. Yəni, insanların fərqli olduğunu göz önünə almalıyıq və o duyğu fərqliyini mütləq orada yaşana biləcəyini hesaba qatmalıyıq. Amma əlbəttə ki, bunu şüurlu şəkildə və proaktiv şəkildə biz etməyə çalışsaq, daha emosional zəkası yüksək bir kollektiv və ya cəmiyyət yaratma şansına sahibik və yenə də xanımın sözünə burada istinad eləyəcəm. O refah səviyyəsini təyin edən faktorlar da çox önəmlidir. Yəni, sadəcə gülər üzlə, sadəcə yaxşı sözlərlə yaxşı kollektiv yaratmaq mümkün deyil. Kollektivin fərqli gözləntiləri ola bilər. Bunlar fiziki təhlükəsizliklə, psixoloji təhlükəsizliklə, rəfahla əlaqədar, maddi təminatla əlaqədar, sosial ehtiyaclarla əlaqədar. Bütün bunlar bir araya gələndə əlbəttə ki, emosional səviyyəsi yüksək bir cəmiyyəti, kollektivi yaratma şansımız daha yüksəkdir. Çox yaxşı məqamlara toxundu Elçin müəllim. Yəqin ki, bizi dinləyən əməkdaşlar olanda hətta mükafatı da ona əlavə edəcəklər ki, yaxşı mükafatlar, yaxşı layihələr, yaxşı uğurlar və sizcə ümumiyyətlə emosional komandanı necə qurmaq olar? Ümumiyyətlə, emosional savadlılıq, yəni emotional literacy dediyimiz bir anlayış var ki, yəni bunu təşkilatda yaratmaq mümkündür. Amma bu bir gündə olmur. Biz bugündən emosional savadlılığı yaradırıq və bunu reallaşdıracağıq. Təbii ki, mümkün deyil. Bu bir zaman tələb eləyir, bir elə deyək, zəhmət tələb eləyir ki, bu məsələn liderdən başlayıb digər yəni komandalara sirayət edirsə, sanki hamı bu belə deyək də oyunun iştirakçılarına çevrilir. Yəni bunun üçün bizim hər birimizin bir-birimizin duyğularını başa düşmək, ona uyğun reaksiya vermək, doğru ünsiyyət qurmaq, rəy vermə mədəniyyətini formalaşdırmaq işgüzar mühitdə bu çox önəmlidir. Təəssüflər olsun ki, hələ də bir çox təşkilatlarda bu mədəniyyət formalaşmayıb. Çünki rəy vermək daha çox tənqid eləmək, mühakimə eləmək və ya da ki, başqasının işini bəyənməmək kimi başa düşülür. Təbii ki, inkişaf üçün mütləq şəkildə rəy olmalıdır. Və bu iki tərəfli prosesdir. Doğru rəyi vermək və rəyi qəbul edə bilmək. Və burada emosional zəkanın önəmi bir daha ortaya çıxır. Ki, rəy verərkən bizə, yəni şəxsən mənə, xanıma yox, mənim davranışıma və yaxud da ki, hansısa bir layihədə, hansısa bir işi görərkən icra elədiyim işə verilir. Yəni bunu şəxsi olaraq qəbul etməmək çox önəmlidir. Yəni buna bir dediyiniz o emosional reaksiya verməmək, sakitləşmək, başa düşmək ki, bu mənə yox, mənim işimə verilən bir rəydir və mənim inkişafım üçündür. Yəni bu konstruktiv rəy mədəniyyətini formalaşdırmaq çox önəmlidir. Əgər biz inkişaf eləmək istəyiriksə, daha yaxşı işlər, daha yaxşı nəticələr ortaya qoymaq istəyiriksə, bu mədəniyyəti formalaşdırmaq lazımdır və əməkdaşları dinləmək, onların həqiqətən ehtiyaclarını bilmək. Galapın araşdırması deyir ki, insanın 5 sahədə well-being səviyyəsini müəyyənləşdirirlər. Fiziki, maddi olaraq, yaşadığımız cəmiyyətdə, çünki mühit çox önəmlidir ki, biz harada yaşayırıq. Sosial olaraq, yəni bizim nə qədər sosial həyatımız var, yəni bu bir növ balansı təşkil edir. Yəni biz sadəcə fiziki rifahımız yaxşı olub, digərlərində yaxşı olmayanda biz bir bütün ola bilmirik. Və yaxud da ki, sadəcə biz yaşadığımız cəmiyyətdə, belə deyək, evdə, qonşular, bir communitymiz var, orada xoşbəxtlik, amma iş yerində biz məmnun deyiliksə, biz bir bütün ola bilmirik. Yəni
biz çalışmalıyıq ki, bu həyatımızın hər bir sferasında o rifahı təmin eləmək üçün bu emosional zəkanın bacarıqlarından, onun bizə verdiyi o üstünlüklərdən istifadə edək. Bir lider komandası nə qədər çox dinləyirsə, nə qədər onların inkişafına dəstək olursa, onlara konstruktiv rəy verirsə, yaxşı münasibətlər qurursa və təhlükəsiz psixoloji mühit formalaşdırırsa, orada məhsuldarlıq artır. Ümumiyyətlə bununla bağlı bir çox araşdırmalar var ki, hardakı psixoloji təhlükəsiz mühit var, orada işçilərin məhsuldarlığı 40%-in üzərində artır. İşdən çıxma halları azalır. Stresə görə xəstələnənlər, deməli, işdən yayınanların faizi aşağı düşür. Yəni bu bir mənalı şəkildə bizim belə deyək də təşkilatın həm gəlirlərinə, xərclərinə, eyni zamanda yaxşı komandaların, o necə deyirlər, istedadların qorunub saxlanılmasına birbaşa təsir göstərir. Gəlin onda əksində düşünək də, nə qədər desək ki, emosional zəkaya sahibiyik, duyğularımızı idarə edirik, əməkdaşı anlayırıq, başa düşürük, dinləyirik. Yenə də istər-istəməz hər kollektivdə sərt ünsiyyəti olan bir rəhbər var. Çətin rəhbər obrazı var. Tələbkar da olanda ümumiyyətlə onları çətin rəhbər obrazı adlandırırlar. Çünki tələb edir daima, iş istəyir. Onlarla mümkündürmü kollektivdə emosional zəkanı inkişaf etdirmək? Ümumiyyətlə, belə sərt ünsiyyət bacarığı da özü bir yumuşaq bacarıq. Amma yenə də sərt ünsiyyəti olan bu çətin rəhbər obrazları korporativə bir quruma faydalıdır, yoxsa yox? Bunu biraz dərindən təhlil eləmək lazımdır. Ümumiyyətlə, çətin rəhbər obrazı nədir? Hansı məqamlarda kollektivə zərər verir, zərəri toxunur? Birinci, bunu aydınlaşdırmaq lazımdır. Əlbəttə ki, yəni, o emosional iqlimi korlayan insanlar məhsuldarlığı da aşağı salacaq, kollektiv içərisində ap-havaya da təsir eləyəcək. Ümumiyyətlə, iş mühitini pozacaq. Yəni, bunlar çox arzu olunan xüsusiyyətlər deyil, bu sərtlik, çətinlik. Amma yenə də qeyd edirəm, yəni emosional intellekt sadəcə yaxşı gülümsəmək, yaxşı duyğular, gözəl sözlər və bunlarla müşayiət edilən bir anlayış deyil. Ola bilər ki, iş mühitinin ehtiyacına görə, günün ehtiyacına görə biz haradasa müəyyən qədər sərtliyə gedə bilərik. Amma müəyyən qədər sərtliyə gedəndə o çətin rəhbər obrazı olmayacaq da. Yəni onu keçə bilir əməkdaşlar. Bəli. Amma adətən çətin rəhbər obrazı yəqin ki, daim sərt davranan, çox ümumiyyətlə tərzi sərtdir. Baxırsan, yaxınlaşdıqca ki, o qədər də sərt insan deyil, amma tərzi sərtdir, sərt danışır, sərt tələb eləyir. Artıq onun məzacına çevrilibsə, bir söz var ki, əgər əlindəki tək alət çəkiçdirsə, hamını mismar olaraq görməyə başlayarsan. Yəni, bunun tək aləti insanları əzmək, insanları kobud davranmaq, idarə etmə anlayışı budursa, artıq düşünürəm ki, onun üzərində işləmək lazımdır o rəhbərin. Necəsə kənardan bir ayna qoymaq lazımdır ki, o özünü kənardan görsün. Kollektiv üzərindəki neqativ təsirlərini. Yəni, bilirsiniz, bu dövr elə bir dövrdür ki, 4-cü sənaye inqilabı dövrü. Əvvəlki dövrlərdən fərqli olaraq artıq sərtlik güclü bir alət sayılmır. Çünki insanlar özlərini daha çox araşdırır, daha çox dəyər verir, öz haqlarına, hüquqlarına daha çox düşkündürlər və bu dövrdə bu insanları idarə eləmək də çətinləşib. İnsanlar özlərinə qarşı hörmət gözləyirlər, dəyər gözləyirlər. Vaxtilə Leninin inqilabların yetişməsi haqqında dediyi maraqlı bir söz var idi. Deyirdi ki, aşağılar əvvəlki kimi idarə olunmaq istəmir, yuxarılar da əvvəlki kimi idarə eləyə bilmir. İndi bizim iş həyatında da yuxarıların əvvəlki, yəni deyək ki, Sovet devrində olan daha sərt, daha avtokratik yanaşmalar artıq bu dövrdə çox da keçmir. Çünki indiki istər yaşlı nəsil olsun, istər gənc nəsil olsun, bunu qəbul eləmir. Bu şəkildə idarə olunmaq istəmir. Demək ki, biz daha fərqli idarə etmə anlayışına sahib olmalıyıq. Yəni, sərtlik tək başına, əgər tək alətdirsə, çox ciddi fəsadları ola bilər. Xanım da qeyd etdi ki, yeni nəsil gəlir. Biz onlarla idarə etmə tərzimizi dəyişməliyik. Amma həqiqətən də yeni nəsil daha çox, mənim qeyd etdiyi kimi, öz haqlarına düşkün nəsildir.
Sadəcə yeni nəsil deyil. Yəni mən indi Z nəsli deyiləm, deyək ki, X nəsliyəm, amma mən özüm də bugün öz hüquqlarımı öyrənməyə çalışıram. Yol polisi məni saxlayanda mən çalışıram ki, ona hansısa yol qaydalarını öz mövqeyimlə izah edeyim. Yəni onun dediyinə bir mənalı şəkildə razılaşmıram və ya başqa bir yerdə də yenə də öz hüquqlarımı müdafiə eləməyə çalışıram. Artıq yəni bu günün sadəcə Azərbaycan üçün deyil, bütün dünyada dedim ki, insanlar özlərini daha çox tanıdıqca, daha çox dəyər verdikcə belə bir mənzərə ortaya çıxır. Yeni nəsildən fərqli olaraq əvvəlki nəsil işdən sonra işləməkdir, iş saatından tez gəlmək, qeyri-iş günləri işləmək və yaxud vəzifə öhdəliyi olmayan işi etməklə bağlı öz hüququnu bilsə də tələb etmir adətən. Tabi olur, edir, işə tamam başqa cür yanaşır, amma yeni nəsildə bu yoxdur. Biraz indi yeni nəsil namizədləri işə qəbul edərkən müsahibə zamanı belə soruşurlar, iş saatları nə vaxtdır? İşdən sonra qalmaqda öncədən bildirirlər ki, mən məsələn 8-dən sonra telefonumu söndürürəm. Yaxşı ki, yenə o 2 saatı bizə verirlər ki, 6-dan 8-ə biz onlarla əlaqə saxlaya bilək. Ona görə sizcə necə? Bu sərt obraz, bu çətin rəhbər obrazı keçərli olacaq, yoxsa? Təbii ki, yəni bunu müzakirə edirik, bayaqdan bir neçə dəfə üzərindən keçdi əslində. Yəni zamanın tələblərinə uyğun olaraq idarə etmə stilləri də tarix boyu dəyişib. Yəni bundan sonra da yeni gələn nəslin gözləntiləri, belə deyək, onların əsas tutduğu dəyərlər, nələrə önəm verirlər, onlar üçün iş mühitində necə bir mühit önəmlidir, yəni olmazsa olmazlar nələrdir? Bunlar təbii ki, dəyişir. Ona görə biz nə qədər sərt, biz nə qədər belə deyək də, yəni o sərtliklə idarə etməyə çalışsaq da artıq dinamika dəyişdiyi üçün biz məcbur olacağıq ki, öz idarə etmə tərzimizdə də müəyyən dəyişikliklər eləyək. Çünki yenə də burada bizim well-being səviyyəmiz, yəni rifahımız gündəmə gəlir ki, əgər biz toksik bir mühitdə işləyiriksə, müəyyən müddət sonra bizim sadəcə fiziki olaraq belə sağlam olmağımız mümkün olmur. Çünki davamlı stres bir dozada olanda yaxşıdır. Çünki hormonları qaldırır, belə deyək, həyəcan yaranır. Biz daha enerjili oluruq, daha belə motivasiyalı iş görmək istəyirik. Amma bu eyni dozda, o sanki sistem kimi eyni dozada davamlı şəkildə veriləndə təbii ki, artıq orada toksik mühit yaranır. Bizim sağlamlığımıza, səhhətimizə birbaşa təsir göstərir. Təbii ki, bunun fərqindəliyini yaşayan insanlar o mühitdə olmamağı seçir. Yəni belə rəhbərlər artıq yəni məcbur olub idarə etmə stilində, tərzində dəyişməli olurlar. Bəs ümumiyyətlə emosional zəka necə ölçülür? Məsələn, biz danışdıq rəhbərlərin emosional zəkası, yəni orta rəhbərlər var. Yəqin ki, yuxarı rəhbərlik onların emosional zəkasını ölçür. Rəhbərlər də əməkdaşları ölçməlidir. Ümumiyyətlə, bəlkə bir təlim proqramı keçirilir, tutalım ki, emosional komanda dedik, emosional baxımdan güclü komanda qurmaq istəyiriksə, biz onu necə ölçməliyik, necə qiymətləndirməliyik? Bunun üçün xüsusi alətlər var. Mən özüm 2 fərqli təşkilatın qiymətləndirmə proqramlarını bitirib və emosional intellekti ölçmə belə bir vəzifə var. Emotional Intelligence Assessor. Yəni qiymətləndirmə alətlərinə sahibəm. Bu biraz psixometrik testlərə bənzəyən proqramlardır. Siz onu təqdim edirsiniz. Müəyyən suallar var. Onları doldurduqdan sonra onun emosional portreti ortaya çıxır. Ən effektiv metodun bu olduğunu düşünürəm. Amma əlbəttə ki, hər yerdə bu tətbiq olunmaya bilər. Düşünürəm ki, kənardan müşahidələrlə bunu anlamaq mümkündür. Amma sistemli bir müşahidəni, yəni sadəcə bir davranışa baxaraq kimsə qiymətləndirmək düzgün deyil. Çünki bu artıq bir qərəzə çevrilə bilər. Amma əgər biz korporativ dəyərlərimiz varsa və təşkilat içərisində davranış kodeksləri düzgün müəyyən olunubsa və bir əməkdaşın ona nə qədər uyğun davranıb davranmadığını uzun müddətli bir müşahidə ilə biz müəyyən eləyə bilərik. Yəni insanlar gizlədə bilmirlər duyğularını. Bir müddətdən sonra olduqları kimi davranmağa başlayırlar. Yəni və fərqli proqramlar var əslində, qiymətləndirmə mərkəzləri var təşkilat daxilində. Deyək ki, hansısa кейslər verilir. İnsanlar narahat komfortda olmadıqları bir süni bir vəziyyətin içərisinə daxil olunur və deyirlər ki, bu tapşırığı həll elə və insan da artıq təbii davranış mühiti olmadığı üçün
orada təbii davranışlarını ortaya qoyur. Bu da bir ölçmə aləti olaraq istifadə oluna bilər. İnsan resursları departamentindən adətən müraciət gəlir ki, hansı əməkdaşınızı hansı təlimə yönləndirmək istəyirsiniz. Biz məsələn onda emosional zəkaya ehtiyacı olduğunu hiss etmirik bəzən. Bu cür əməkdaşları necə təyin edə bilərik? Siz nə məsləhət görə bilərsiniz ki, nədə diqqətli olaq ki, o əməkdaşın bu tərəfdən zəifliyini hiss edək? Ümumiyyətlə burada coaching köməyə gəlir. Niyə görə? Biz əməkdaşı müşahidə edə bilərik, amma əməkdaşın göstərdiyi və göstərmədikləri var. Göstərmək istəmədikləri. Yəni böyük problemi göstərmədiklərindən. Bəli, yəni coaching burada ona köməyə gəlir ki, coachingdə dərin dinləmə var. Yəni dinləmənin səviyyələri var. Bir var ki, mən sadəcə sizə qulaq asıram. Bir də var ki, mən sizə qulaq asarkən sizin jestləriniz, mimikalarınız, hətta nəfəs alıb verməyinizə qədər diqqət eləyirəm ki, hansı sözü deyərkən sizin necə nəfəs alıb verirsiniz, jestlər, mimikalar dediklərinizlə nə qədər üst-üstə düşür və bunun arxasında, altında yatan nədir, hansı duyğulardır? Burada birinci dinləmə, ikinci güclü suallar. Coachun ən belə deyək, güclü bacarıqlarından biri. Bəzən bizə soruşurlar ki, siz ümumiyyətlə coach nə edir? Deyirik ki, coach heç nə eləmir, dinləyir və güclü suallar verir. Yəni ən böyük bacarığı. Çünki dinləmək özü çox güclü bacarıqdır. Belə deyəndə çox sadə səslənir ki, dinləməkdir. Yəni dinləmək özü çox böyük səbir, çox böyük empatiya, çox böyük ustalıq tələb edir ki, sən heç bir qərəz olmadan, arxa fonda heç bir başqa işlərin, səni gözləyən məsələlər haqqında düşünmədən, sadəcə bu anda olaraq qarşındakı insanı dinləyirsən və həqiqətən onda başa düşürsən ki, onun dediyinin altında bəzən çox belə deyək, kiçik bir konflikt baş verir. İşçi gəlir, konflikti izah edir, amma əslində məsələ o konflikt deyil. Məsələ bir il əvvəl baş verən başqa bir hadisədir. Oradan qalan bir duyğu var. Hansı ki, o duyğu danışılmayıb, paylaşılmayıb, o yığılıb qalıb indi başqa konfliktin baş verməsinə gətirib çıxarıb. Yəni dinləmək, güclü suallar, doğru suallar vermək, yəni açıq suallar vermək, işçinin özünü ifadə eləməsinə şərait yaratmaq. Yəni bu qapalı suallarla biz onu bilə bilmirik. Yəni hə, yox cavabı verəcəyimiz suallar bizə əslində çox informasiya vermir. Yəni daha çox onun özünü ifadə etməsinə şərait yaradaraq. Çünki danışdıqca əslində bütün məsələlər aşkara çıxır. Yəni bilmək istədiklərimizi daha yaxşı bilirik və təbii ki, bütün bu prosesdə yenə o coachvari liderliyi ortaya qoyaraq müşahidə eləmək və ona uyğun bir növ özümüz o hesabatı çıxarmaq. Çünki bəzən məsələn müəyyən testlər var. İndi Elçin müəllimin belə deyək, o sahədə peşəkarlı testləri edir. Amma başqa testlər də var ki, hansı ki işçilərə verilir. İşçilər özlərini bir növ qiymətləndirirlər. Adətən bu testlərin belə deyək, həmişə doğru nəticə vermir. Niyə görə? Çünki insan elə bir varlıqdır ki, özünü olduğu kimi yox, olmaq istədiyi kimi bəzən testlər işləyə bilir. Və bu zaman bu bizi aldada bilir. Yəni çünki təcrübəmdə bir neçə dəfə olub, yəni bu sırf emosional zəka ilə bağlı yox, başqa sahələrdə də özünü qiymətləndirmə testlərində gördüyümüz, amma testdən gələn nəticələr üst-üstə düşmür. Ona görə biz bir tərəfli yanaşmadan həm testlər tətbiq edərək, həm müşahidə edərək, həm onunla belə deyək, coachvari danışaraq, onu dinləyərək, müxtəlif situasiyalar üzərindən müzakirə aparıb, müşahidə aparıb, yəni bir növ bir hesabat hazırlaya bilərik. Belə daha yaxşı təhlil edə bilərik. Bizim ümumiyyətlə bütün veriliş ərzində suallarımıza aldığımız cavablardan məlum oldu ki, həqiqətən emosional zəkaya sahib olmaq gələcəyin lideri üçün, gələcəyin idarə edən üçün çox böyük bir lüksdur, bir zərurətə çevrilib. Bunun üçün işgüzar mühitdə olan bütün işgüzar şəxslərə buradan hansı mesajı verə bilərsiniz? Birinci, biz davamlı şəkildə özümüzü anlamağa, güclü, zəif tərəflərimizin fərqinə varmağa çalışmalıyıq. Əlbəttə ki, biz bunları görəndən sonra özümüzü necəsə təlimlərlə, deyək ki, mentorluq və ya coaching proqramlarından dəstəkləməliyik. Emosional bacarıqlar öyrənilə bilən bacarıqlardır, inkişaf etdirilə bilən bacarıqlardır və düşünürəm ki, təlimlər vasitəsilə və xüsusən də coaching proqramları vasitəsilə biz bunun üzərində özümüzü təkmilləşdirə bilərik. Mən ümumiyyətlə coaching proqramlarını
emosional intellekt laboratoriyası adlandırıram. Çünki biz burada duyğuları danışırıq, duyğuların davranışımız üzərində təsirlərindən danışırıq və necə daha yaxşı edə bilərik, bunların yollarını axtarırıq. Əgər bizim həqiqətən daha yaxşı olmağa niyyətimiz varsa və gələcəyin iş dünyasında daha güclü lider olmağı arzu eləyiriksə, mütləq şəkildə bunları özümüzdə kəşf eləyib, təsbit eləyib, üzərində işləməliyik. Və siz necə düşünürsünüz? Gələcəyin güclü lideri olmaq üçün, ümumiyyətlə bayaq dedik, emosional baxımdan güclü komanda formalaşdırmaq üçün, daha effektiv işgüzar mühit yaratmaq üçün işgüzar şəxslərə, korporativlərə, təşkilatlara hansı məsləhətləri vermək olar? Artıq emosional zəka bir lüks deyil, strateji zərurətdir. Ona görə bunun fərqində olub, ora gedən yolla gecikmədən addımlar atmaq lazımdır və bu hər hansı bir dəfəlik təlimlər, hər hansı görüşlərlə emosional zəkası yüksək olan bir dinamika, bir mühit formalaşdırmaq təəssüf ki, çətindir. Ona görə bu biraz holistik yanaşma tələb edir ki, əməkdaşları müxtəlif təlimlərə cəlb eləməklə, Elçin müəllimin vurğuladığı kimi müxtəlif coaching proqramları, orada müxtəlif coaching alətlərinin tətbiq olunduğu müxtəlif təlimlər ola bilər, workshoplar ola bilər, fərdi koçluq seansları çox effektivdir burada və təbii ki, mentorluq proqramları. Yəni bütün bu holistik yanaşmanı tətbiq eləyərək emosional zəkası yüksək olan komandaları formalaşdırmaq və inkişaf etdirmək mümkündür. Çünki emosional zəka bizim doğuşdan olan və nədirsə odur dediyimiz bir bacarıq deyil. Yəni nə qədər ki biz yaşayırıq, hər gün inkişaf etdirə biləcəyimiz, üzərinə daha bir necə deyirlər, daş qoya biləcəyimiz bir bacarıqdır və əgər biz emosional zəkası yüksək olan, o emosional savadlılığın yüksək olduğu komandaları formalaşdırmaq istəyiriksə, o zaman bu qeyd olunan müxtəlif alətlərdən istifadə edərək bir plan formalaşdırmaq lazımdır. Dəyərli fikirləriniz üçün təşəkkür edirəm. Bugün biz bir daha anladıq ki, emosional zəka təkcə fərdi inkişaf üçün deyil, həm də korporativlərin, təşkilatların daha sağlam işləməsi üçün çox kritik bir məqamdır. Çünki lider təkcə göstəriş vermək, tapşırıq vermək deyil, həm də emosiyaları anlamaq, hiss etmək və əməkdaşları motivasiya etməkdir. Unutmayın ki, inkişaf da təkcə biliklə deyil, həm də düzgün münasibət və duyğularla baş verir. İnkişafda qalın, inkişafda qalın. Gələn görüşənədək.